Hədqorxu ilə pul tələb etmədə təqsirləndirilən Bəniz ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Bakı Azadlıqlar Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda iş üzrə zərərçəkmiş Xaliq Kərimovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. Xaliq Kərimov məhkəmədə elan edilmiş ifadəni təksib edərək istintaq zamanı ondan alınmış ifadənin vəkil və müstəntiq tərəfindən hazırlandığını bildirdi. Xaliq Kərimov bildirib ki, Xəlilovanın mənim övladlarımla və ya şəkillərimlə təhdid etməyə ehtiyacı yox idi. Çünki mütəmadi olaraq biz əyləncə mərkəzlərində birlikdə vaxt keçirirdik. Onun vəkili Mirdamət Qədirli də müdafiə etdiyi şəxsin istintaq zamanı ondan alınmış ifadənin müstəntiqin təxəyyülü olduğunu məhkəmənin nəzərinə çatdırdı. Almaniyada yaşayan Manafla bağlı məsələyə gəlincə Xaliq Kərimov bildirib ki, Bənizin həmin insanla heç bir əlaqəsi olmayıb. Sadəcə müstəntiq Aybənizin işini ağırlaşdırmaq üçün Manafın adından istifadə etməyə çalışması olub ki, bu da sübuta yetirilməyib. Məhkəmənin növbəti prosesi aprelin 14-nə təyin edilib. Qeyd edək ki, TikTokda Bəniz ləqəbi ilə tanınan Aybəniz Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2, yəni küllü miqdarda hədqorxu ilə tələb etmə və 221.3, yəni xuliqanlıq maddələri ilə ittiham sürülüb. Zərərçəkmiş Xaliq Kərimov şikayət ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə olmaqla 836 min manat pul tələb edib. Qeyd edək ki, zərərçəkmiş Xaliq Kərimovla Bəniz ləqəbli tiktoker uzun müddət sevgi münasibətində olublar. Orxan Rasifoğlu, Məhkəmə xəbərləri.